izləyicilər, sizin üçün nə tapmışam? 2 mərtəbə, 4 otaq, kupçalı, dayanacaqdan 30 metr məsafədə. Aynı oradan avtobus keçəcək. Allah verir ki, oradan keçməsin. Həmişə çəkəndə deyirlər o pul verib oradan keçməsin. Yox, özü gəlir keçir, narahat olma. 2 mərtəbə, 4 otaq, super qiymət, super. 81.000 manat, əşyalı 2 mərtəbə, 4 otaq, kupçalı. Gördüyün avtobusu 30 metrdir, pul verməmişim, özü keçdi. Həyəti balacadır. Bax, xudmani həyəti var. Kürsülü, 2 mərtəbə, 4 otaq. Gəl. Bax, öncədən qeyd edim ki, evdə yaşayış yoxdur. Alıb, içini doldurub, rayonda olur. Az bir müddət gəlib yaşayıb, qayıdıb gedir. Biraz səliqəsiz ola bilər. Bütün əşyalar nə görürsünüz qalacaq. Bir dənə orada plazma televizor var, onu görməyin, onu aparacaq. Deməli, birinci mərtəbəyə qonaq otağı, kondisioner nə qədər var? Kürsülü, qoşadaş, kupçalı, tam əşyalı. Mətbəx. Qiyməti də dedim də 81.000 manat. Qiymət çox əla bir qiymətdir. Sanuzeli, balon banki otağı. Qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbəyə qalxırıq, ikinci mərtəbədə. Yenə də sanuzel, uşaq yataq otağı. Nə görürsünüz qalacaq. Bax, burada heç nə aparmayacaq. Bütün əşyaları görün və qalacaq. İkinci yataq otağı. Və bir daha qeyd edim ki, bütün pəncərələrin qarşısı açıqdır. Heç bir pəncərə qonşunun divarına baxmır. Üçüncü yataq otağı 81.000 manat, 2 mərtəbə, 4 otaq, kupçalı və əşyalı. Bazarda olmayan bir qiymət. Almağa tələsin.